Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Son dəqiqə. Dünyada gərginlik pik həddə çatır və ard-arda gələn xəbərlər hər kəsi şoka salır. Azərbaycan İranla bağlı mühüm və gözlənilməz qərar qəbul edib. Bu addım regionda yeni proseslərin başlanğıcı ola bilər. Şok iddialar da gündəmdədir. Bəzi yüksək vəzifəli şəxslərin məcburi şəkildə işdən çıxarılacağı bildirilir. Digər tərəfdən isə inanılmaz xəbər yayılıb, bir generalın Türkiyədən 1 milyard dollar və xüsusi tələb istədiyi iddia olunur. Beynəlxalq mediada isə qorxunc proqnoz səsləndirilib, 3-cü Dünya müharibəsinin başlama ehtimalı müzakirə olunur. Amerika Birləşmiş Ştatlarının şok itkiləri açıqlandı və bu məlumatlar böyük səs-küy yaradıb. Eyni zamanda Netanyahu ilə bağlı minilliklərlə ölçülən həbs tələbi xəbəri gündəmi silkələyib. Ən son və sensasiyalı xəbərlər üçün bizi izləmədə qalın. Bugün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi öz fəaliyyətini bərpa edib. Səfirlik ilkin mərhələdə səfir daxil olmaqla məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək. Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır. Azərbaycan səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və 2 həftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir. Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələr ediləcək. Bu, Milli Məclisin iclasında müzakirə olunan əmək məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda da xitam veriləcək. Tibbi müayinə, tibbi yoxlama haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə tibbi müayinə, tibbi yoxlama zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai yaşa, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda, müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq oxunuşda qəbul edilib. İsraili dəstəkləyən Uqanda ordusunun komandanı General Muhoozi Kainerugaba Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını tələb edib. Nojoment az xəbər verir ki, bu barədə Pro-Pakistani nəşri məlumat yayıb. Hərbçi bildirib ki, onun köməyi ilə Türkiyə Somalidəki mövcudluğunu artıra bilib və bu da Ankaraya əhəmiyyətli strateji və iqtisadi üstünlük qazandırıb. Bu, xüsusilə də liman infrastrukturu sayəsində mümkün olub. Bu infrastruktur yalnız Uqandanın Afrika İttifaqının dəstəklədiyi missiyalarda uzun müddətdir davam edən hərbi iştirakı sayəsində hökumətin nəzarəti altında olub. Buna görə də Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınının mənimlə evlənməsini istəyirəm. Əks təqdirdə Türkiyənin ölkəmizdəki bütün diplomatik nümayəndəliklərini bağlamağı düşünəcəyik. Dünya artıq yeni bir qlobal müharibə dövrünə qədəm qoyub. The New York Times nəşrinin analitiklərinə görə, İrandakı münaqişə qlobal qarşıdurmanın başlanğıc nöqtəsinə çevrilib. Şərq blokunun nümayiş etdirdiyi görünməmiş koordinasiya Vaşinqtona qarşı hər tərəfli tükəndirmə strategiyasının tətbiq edildiyini göstərir. Nojoment az xəbər verir ki, Hörmüz boğazında diplomatiyanın iflası və Ukraynadakı çıxılmaz vəziyyət Amerika Birləşmiş Ştatları-ın artıq ənənəvi hərbi vasitələrlə beynəlxalq təhlükəsizliyi təmin edə bilmədiyini sübut edir.
İran kampaniyası zamanı Amerika raket ehtiyatlarının kritik dərəcədə azalması Qərbin Ukrayna və Tayvan istiqamətlərindəki müdafiə qabiliyyətini ciddi şəkildə zəiflədi. Bu, Amerika Birləşmiş Ştatlarının eyni vaxtda bir neçə cəbhədə müharibə aparmaq potensialının olmadığını üzə çıxarıb. Müasir dünya müharibəsi artıq formatını dəyişib. İndi döyüşlər yalnız meydanlarda deyil, həm də tədarük zəncirlərində, yanacaq qiymətlərində və gizli hərbi ittifaqlarda gedir. İqtisadi və resurs baxımından zəiflətmə yeni qlobal münaqişənin əsas alətinə çevrilib. Amerika Birləşmiş Ştatlarının hərbi hava qüvvələrinin 2026-cı ilin fevral-aprel aylarında İranla baş vermiş hərbi münaqişə zamanı üzləşdiyi maddi zərərin şok həcmi açıqlanıb. Pentagonun son hesabatlarına və hərbi ekspertlərin analizlərinə görə, Vaşinqton bu qısa müddətli qarşıdurmada təxminən 2 milyard 800 milyon dollar dəyərində hərbi texnika itirib. Nojoment az xəbər verir ki, itkilərin böyük hissəsi yüksək texnologiyalı radar sistemləri və müasir qırıcı təyyarələrin payına düşür. Hesabata əsasən Qətərdəki Əl-Udeyd bazasında yerləşən və raket hücumlarını əvvəlcədən təsbit edən AMPE-132 radarının zədələnməsi ABŞ-a 1,1 milyard dollara başa gəlib. Eyni zamanda Küveyt səmasında baş vermiş insident nəticəsində 3 ədəd E-15 Strike Eagle qırıcısı, həmçinin bir A-10 Thunderbolt hücum təyyarəsi sıradan çıxıb. Münaqişə zonasında Amerika Birləşmiş Ştatları I-12 ədəd MMA-9 Reaper pilotsuz uçuş aparatının İran tərəfindən vurulduğu və ya elektron müdaxilə ilə ələ keçirildiyi də təsdiqlənən məlumatlar arasındadır. Ekspertlər qeyd edirlər ki, 2,8 milyard dollar yalnız birbaşa məhv edilmiş texnikanın qiymətidir. Sursat sərfi, logistika və yanacaq xərcləri də daxil olmaqla Amerika Birləşmiş Ştatlarının bu müharibəyə xərclədiyi ümumi vəsaitin 30 milyard dolları keçdiyi ehtimal olunur. Hazırda ABA Konqresində hərbi büdcənin yenidən nəzərdən keçirilməsi və itirilmiş texnikaların bərpası üçün təcili vəsaitin ayrılması müzakirə edilir. Türkiyə Prokurorluğu İsrailin baş naziri Benyamin Netanyahu və daha 34 yüksək rütbəli İsrail rəsmisi barəsində görünməmiş cəza tələbi ilə çıxış edib. Hürriyyət qəzetinin yaydığı məlumata görə, prokurorluq təqsirləndirilən şəxslərin hər biri üçün 1100 ildən 4500 ilə qədər həbs cəzası istəyib. Hazırlanmış geniş həcmli ittihamnamə artıq İstanbulun 10-cu Ağır Cəza Məhkəməsinə təqdim olunub. Nojoment az xəbər verir ki, ittiham aktında qeyd olunan cinayət tərkibinə soyqırım, azadlıqdan məhrum etmə, işgəncə və qəddar rəftar, əmlaka zərər vurma, soyğunçuluq və nəqliyyat vasitələrinin müsadirəsi kimi ağır maddələr daxildir. Bu ittihamlar İsrail ordusunun Qəzza zolağına humanitar yardım aparmağa çalışan Mülki Dəniz Təşkilatının gəmilərinə qarşı həyata keçirdiyi hərbi əməliyyatla bağlıdır. Təqsirləndirilən şəxslər arasında Netanyahudan başqa İsrailin hazırki müdafiə naziri İsrail Katz, onun sələfi Yoav Galant, İrs İşləri üzrə nazir Amichai Eliyahu, Milli Təhlükəsizlik naziri Itamar Ben-Gvir, Baş qərargah rəisi Eyal Zamir və hərbi dəniz qüvvələrinin komandanı David Saar Salama kimi nüfuzlu hərbi siyasi fiqurların adları yer alır. Bu məhkəmə prosesi Türkiyə və İsrail arasındakı onsuz da gərgin olan diplomatik münasibətlərdə yeni və daha kəskin bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.